övlad gəlib bir həddə gələ çata ki, evlənmək həddinə gəlib çatıb, ata-ana lazımsız səbəblərə görə yuvadır, yersiz səbəblərə görə uzadır. O övlad günaha düşsə, fəl ismu aleyh. O günahdan bir pay ataya da var, anaya da var. Övlad günaha düşsə, ataya da var, anaya da var. Bir alim deyirdi, mən adını deməyim sizə. Tanınmış alimdir. Gəldim atama, dedim ki, ailə qurmaq istəyirəm. Dedi, valla sənin nə pulun var, hələ oxuyursan indi. Məktəb qutarmışdı, biraz da elmini artırması. Nə evlənməkdən danışma. Sonra bir dəfə də getdi, gəldi, deyir, özü danışır öz həyatından. Gəldim atamla oturdum, dedim, ata, ya mənə Yusufun təqvasını ver. Bu bir. Ya icazə ver, günah eləyim. Bu iki. Ya da ki, mənə icazə ver, yem evlənim. Atası tutdu da vəziyyəti. Atası da balacadan. İndi düşmüşdü vəziyyət. Ata qayıtdı.